Bir anlıq bu dünyanı unut. Səni zamanın və məkanın fövqündə bir səyahət gözləyir. Sanki öz raketində Galaktikanın mərkəzinə doğru gedirsən. Ətrafımızdan yavaş-yavaş uzaqlaşırıq. Planetləri, asteroidləri, ulduzları geridə qoyub Galaktikanın dərinliklərinə doğru irəliləyirik. Orada bəlkə də hər şeyin başladığı, amma heç bir şeyin görünmədiyi bir mərkəz var. İndi sizə oradan danışacağım. Samanyolu sonsuzluğa bükülmüş nəhəng bir spiral. Ulduzlar, planetlər, qaz və toz buludları ilə dolu bir kainat adası. Amma bu nəhəng strukturun ən heyrətamiz hissəsi gözlə görünməyən, amma hər şeyi öz orbitində saxlayan bir mərkəzdə gizlənir. Orada Galaktikamızın ürəyi kimi döyünən bir qüvvə yatır. Sagittarius A, super kütləli bir qara dəlik. Təxminən 4 milyon günəş kütləsi qədər ağırdır. Yerdən 26 min işıq ili uzaqlıqda yerləşir. Amma təsiri bütün Samanyoluna yayılmış vəziyyətdədir. Qara dəlik elə sıx və cazibəli bir strukturdur ki, hətta işıq belə ondan qaça bilmir. Onu görə bilmirik, amma hiss edə bilirik. Ətrafında əriyən maddələr, qırılan zaman anlayışı və əyilən işıq, bunların hamısı onun orada olduğunu səssizcə bizə deyir. Sagittarius A kainatın ən ekstremal nöqtələrindən biridir. O, zaman və məkanın əyildiyi, fizikanın adi qanunlarının artıq keçərli olmadığı bir sərhədi təmsil edir. Qravitasiya tələsi deyilən bir zonanın içində yerləşir. Hadisə üfüqü. Bu sərhədi keçən heç nə işıq belə geri dönə bilməz. Lakin bu sərhədin içi bizim üçün qaranlıq olsa da, ətrafındakı təsirlər bizə onun necə bir nəhəng olduğunu izah edir. Elm adamlarının fikrincə, bu qədər kütləyə sahib bir qara dəliyin ətraf mühitlə daha aktiv davranması gözlənilirdi. Amma Sagittarius A digər galaktikalardakı super kütləli qara dəliklərə nisbətən çox sakit və susqundur. Bu paradoksal vəziyyətə susqunluq problemi deyilir. Bəzi tədqiqatçılar düşünür ki, ətrafındakı maddə ehtiyatı azdır və ya maddə axınla udulmur. Əksinə, qeyri-sabit şəkildə çəkilir. Bu da onu digər aktiv galaktika nüvələrindən ayırır. Bununla belə, qara dəlik ətrafındakı cazibəni daim hiss etdirir. Yaxınlığında S qrupuna aid çox sayda ulduz fırlanır. Bunlar arasında ən yaxşı öyrənilən S2 ulduzudur. Sanki görünməyən bir qüvvənin ətrafında dövrə vuran kosmik bir şahid. S2 qara dəliyə o qədər yaxındır ki, onun ətrafında bir tam dövrəni cəmi 16 ildə tamamlayır və qara dəliyə ən yaxın keçdiyi anda sürəti saniyədə 5000 kilometrə qədər yüksəlir. Bu hərəkətin müşahidəsi Einsteynin nisbilik nəzəriyyəsini bir daha da təsdiqlədi. Zaman yavaşladığı, cazibənin işığı əydiyi gerçəkləri yalnız nəzəriyyə deyil, artıq müşahidə edilən bir reallıq idi. Qara dəlik ətrafındakı akresiya diski ilə bir sistem yaradır. Bu disk yüksək sürətlə fırlanan, çox isti plazma və qazlardan ibarət bir quruluşdur. Sagittarius A çox parlaq deyil, amma zaman-zaman bu diskdəki maddə qeyri-sabitliklər yaradır. Son illərdə NASA və ESA-nın müşahidələrinə əsasən Sagittarius A zaman-zaman ani enerji patlamaları yayır. Bu patlamalar bir neçə dəqiqəlik rentgen və infraqırmızı şüa strayışları şəklində olur. Bəzi alimlər düşünür ki, bu parlamalar qara dəliyə yaxınlaşan qaz buludlarının və asteroidlərin udulması ilə bağlıdır. Bu, onun aktiv olmadığını yox, daha çox arada bir nəfəs alıb yenidən sakitləşdiyini göstərir. İnsan ağlının texnologiyalarla birləşdiyi bir tarix. 2022-ci il Event Horizon teleskopu yer kürəsinin müxtəlif nöqtələrindəki teleskopları birləşdirərək ilk dəfə öz galaktikamızdakı Sagittarius A qara dəliyinin kölgəsini çəkdi. Bu görüntü sadəcə bir dairə deyildi. Bu, zaman və məkanın əyildiyi, cazibənin ən güclü olduğu bir yerin izidir. Yer kürəsinin özünü bir teleskopa çevirən alimlər bizə sanki qaranlığın özünü göstərdilər. Bu yalnız elmin deyil, insan xəyal gücünün də sərhədlərini aşan bir an idi. Alimlər 2023-cü ildən etibarən Sagittarius A-nın fırlanma sürətini müəyyən etməyə çalışırlar. Yeni riyazi modellər göstərir ki, o çox sürətlə fırlanır. Bu da ətrafındakı zaman və məkanın daha da əyilməsinə səbəb olur.
Bu fırlanma onun gələcək davranışını və maddənin necə olduğunu formalaşdırır. Eyni zamanda Sagittarius A haqqında öyrəndiklərimiz təkcə qara dəlikləri deyil, kainatın erkən dövrlərini də başa düşməkdə bizə kömək edir. Çünki hesablamalara görə demək olar ki, bütün böyük galaktikaların mərkəzində bu cür super kütləli qara dəliklər var və onlar yalnız cazibə mərkəzi deyil, həm də ulduzların yaranmasında iştirak edən dinamik mexanizmlərin bir hissəsidir. Bəzi modellər göstərir ki, belə qara dəliklər galaktikaların quruluşunda həlledici rol oynayır. Həm onları bir arada saxlayır, həm də zamanla onların formasını dəyişə bilir. Galaktikamızdan danışmışkən, unutmayaq ki, bizim Günəş sistemimiz bu nəhəng spiralın bir kənarında yerləşən, gözlə görünməyəcək qədər kiçik bir toz zərrəciyidir. Yəni bizim bütün tariximiz, planetimiz, həyat dediyimiz hər şey bu nəhəng strukturun içində görünməyəcək qədər kiçik bir nöqtədə baş verir. Bəs gələcəkdə nə ola bilər? Bu qara dəlik böyüyəcəkmi? Ətrafındakı maddələri udmağa davam edərsə, bəli. Amma bu dəyişiklik milyon illərlə ölçülən bir prosesdir və yerlə bağlı heç bir təhlükə yoxdur. Yeni nəsil teleskoplar, xüsusilə James Webb Space teleskopu artıq bu bölgəni daha dəqiq müşahidə etməyə başlayıb. Qara dəliyin ətrafında baş verən enerji partlayışları, maddə axınları və cazibə hadisələri kainatın daha dərin sirlərinə qapı açır. Bəs əslində biz nəyin içindəyik? Samanyolu galaktikasının mərkəzində görünməyən bir boşluq yerləşir. Bizə görə heç nədir, amma əslində hər şey onunla bağlıdır. Ulduzlar, qaz buludları, planetlər hamısı onun cazibəsinə boyun əyir. Bütün bu fırlanmanın, nizamın, ritmin arxasında görünmür, amma varlığını hər şeyə hiss etdirən bir qüvvə dayanır. Bəlkə də kainatın mərkəzində varlıq yox, yoxluğun özü dayanır. Qaranlıqda döyünən bir nəbz kimi. Biz axtardıqca daha dərinə düşürük. Bəlkə də kainatın sirri bir söz deyil, bir hissdir. Deyilməyən və bilinməyən.